La hövlə və la qüvvətə illah billah. Dünya bütün gözəlliyi və əzəməti ilə bir gün öləcək. Günəş və ulduzlar bütün parlaqlıqları ilə sönəcək. Dağlar bütün ucalıq və qürurları ilə birgə çökəcəklər. Meşələrin yaşıllıqları od kürəsinə atılmış dəmir kimi yanıb qızaracaq. Belə bir vəziyyətdə insan evini su basan qarışqa kimi olacaq və özünü itirmiş halda o tərəf bu tərəfə qaçacaq. Siz neçə vaxtdır ki, öz işlərinizin ixtiyarını Muxtar Əbu Übeydi Səqəfiyə tapşıraraq, istədiniz ki, aranızda ədalətlə hökumət eləsin. Gücüm çatan qədər sizin istəyiniz üçün çalışdım və ədalətsizliyə qarşı vuruşdum. Mən hər kim və hər nəyəmsə, Allahım daha yaxşı bilir. Bədxahlar məni kəzzab adlandırır. Zalimlar, dünyapərəst, qüdrət-tələb adlandırırlar. Günahdan uzaq olan yalnız Allahın vəlisi və vəsisidir. Gizlətmirəm ki, qiyam yolunda bəzən ayağım büdrəyib, bəzən əlim, dilim xəta eləyib, qulaqlarım bəzən eşitməyib, gözlərim bəzən görməyib. Allahdan istəyirəm ki, məni bağışlasın. Allah bağışlayanların ən rəhimlisidir. Bugün istəyirəm hilə ilə müharibə eləyim. Dinin ən böyük bəlası. Riya bir üzündə Allahın adı, o biri üzündə iblisin şəkli olan sikkə kimidir, dəhşətlidir. Avam Allahını görər, mərifət əhli iblisini. Bu cür alnı səcdədə, ayə oxuyan zahirdə dindar adamların əlindən, əlinin qəlbindən necə qanlar axıb. Ey iman gətirənlər, iman gətirin. Sizə söz verirəm, əgər qiyamın ilk günlərindəki kimi qılınc vursaz, qalibsiz, hiləgər düşmənə qələbə çalarsınız. Sizin aranızda təsadüfən elələri var ki, təslim olmaq fikrindədirlər. Mən onlardan beyyətimi götürürəm və höccətimi tamamlayıram. Riyakar düşmən sizə müqavimətinizi qırana qədər imkan verəcək. Qələbədən sonra şəkk eləməyin. O boynunuzu vuracaq. Və əmmə be neməti Rəbbikə fəddis.